Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bugün sizə 2024-cü ildə müəllimlərin işə qəbul imtahanına düşən bir sualı izah edəcəm. İzahda keçməmişdən öncə onu da qeyd edim ki, sual imtahandakı sualla eynilik təşkil etməyə bilər. Sualda deyilir ki, doğru olan ifadələri müəyyən edin. 1. Özbəkistan və Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv deyil, müşahidəçidir. Türk Dövlətləri Təşkilatına Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızistan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkədir. Deməli, Özbəkistan təşkilata üzvdür, amma Türkmənistan təşkilata üzv deyil və müşahidəçidir. Birinci ifadə tam doğru deyil, ona görə də götürmürük. 2. Qazaxıstan Respublikası Altay və Kabarda-Balkar dövlət qurumları ilə sərhəddə malikdir. Qazaxıstanın Altay ilə sərhəddi var, amma Kabarda-Balkarla yoxdur. 2 səhvdir. 3. Qaraqalpaqlar Özbəkistan ərazisində məskunlaşsalar da dilləri Qazaxlarla eyni dil qrupuna aiddir. Qazaxların aid olduğu dil Qıpçaq dil qrupudur. Bura Qazaxlar, Qırğızlar, Altaylar, Noqaylar, Qumuqlar və Qaraqalpaqlar daxildir. Deyir ki, Qaraqalpaqlılar Özbəkistanın ərazisində məskunlaşıb. Bilir ki, Özbəkistanın şimal-qərbində Qaraqalpaqistan Muxtar Respublikası var. Mərkəzi şəhərdə Nukus şəhəridir. Və burada məskunlaşsalar da dilləri Qıpçaq dil qrupuna, yəni Qazaxların aid olduğu Qıpçaq dil qrupuna aiddir. Üçüncü ifadə doğrudur. 4. Altaylar, Karaimlər və Uyğurlar Monqoloid irqinə mənsubdurlar. Altaylar, Uyğurlar Monqoloiddir. Altaylar da Monqoloid götürmüyorlar, amma Karaimlər Avropoiddir. Dördüncü ifadə səhvdir. 5. Azərbaycan, Türkmənistan, Qırğızistan və Özbəkistan 2 iqlim qurşağında yerləşir, doğrudur. Bunların hər biri həm subtropik, həmçinin də mülayim iqlim qurşağında yerləşir. 6. Altaylar, Yakutlar və Xakaslar eyni dinə sitayiş edən türk xalqlardır. Bunların hər üçü şamanizm dininə sitayiş edən türk xalqlardır. Deməli, sualımızda doğru cavab 3, 5 və 6-dır. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.